Investaz Investa şirkəti sizi salamlayır. Dünya valyuta birjalarında avronun dolara nisbətən qiyməti 1 dolar 0,849 sentə kimi bahalaşmaqla cari ilin maksimum səviyyəsini yeniləyib. Belə ki, avronun dolara nisbətən məzənnəsi önəmli müqavimət səviyyəsi sayılan 1 dolar 0,830 sentin üzərində möhkəmlənərsə, əlavə olaraq 1 dolar 0,930, 1 dolar 10,72 sentə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. Eyni zamanda cütlüyün qiymətinə güclü təsir edə biləcək çərşənbə axşamı Amerika Mərkəzi Bankının sədri Janet Yellenin çıxışı, cümə axşamı Amerikanın 2016-cı il üzrə yekun iqtisadi inkişaf və cümə günü Avrozona mart ayı üzrə inflyasiya səviyyələrinin açıqlanması investorlar tərəfindən böyük maraqla gözlənilir. Keçən həftə isə funtun dolara nisbətən məzənnəsinin əlavə olaraq 1 dolar 25 sentə kimi bahalaşdığının şahidi olduq. Lakin bu həftə məzənnənin yenidən 1 dolar 22,68 sentə kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır. Maliyyə bazarlarında isə Böyük Britaniyanın Avropa Birliyindən çıxması ərizəsinin təqdim edilməsi və 2016-cı il üzrə iqtisadi inkişaf səviyyəsinin açıqlanması diqqət mərkəzindədir. Türkiyə maliyyə bazarlarında isə Türk lirəsinin keçən həftə ərzində 3 lirə 59 quruşa kimi bahalaşdığının şahidi olduq və qiymət bu səviyyənin altında qalarsa əlavə olaraq 3 lirə 58 quruşa kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. Eyni zamanda Türkiyənin 2016-cı il üzrə iqtisadi inkişaf səviyyəsinin cümə günü açıqlanması da qiymətə güclü təsir edə biləcəyi gözlənilir. Enerji bazarlarında isə Avropanın Brent markalı neftin bir barel qiyməti 50 dolar kimi ucuzlaşıb. Buna səbəb isə neft istehsal edən ölkələrin neft istehsalının azaldılması qərarının cari ilin sonuna kimi uzadılması danışıqlardır. Danışıqlar fonunda investorların ehtiyatlı mövqeyi neft qiymətlərinin ucuzlaşmasına təsir edir. Avropanın Brent markalı neftin bir barel qiyməti bazar ertəsi Asiya sessiyasının 50 dolların üzərində ticarət olunub və qiymət bu səviyyənin üzərində qaldıqca 52 və 53 dolar kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. Investaz Investa şirkəti sizə yatırımlarınıza uğurlar arzulayır.